Biraz əvvəl baxdığımız video baş rolunu Julia Roberts'ın oynadığı Erin Brockovich kinosundandır. Kinonun mövzusu fərqli olsa da, mən bu videoda sürücü təhlükəsizliyindən danışacağam. Maşın sürəndə nəqliyyat haqqında ilk öyrəndiyim şey o oldu ki, nəqliyyatda haqlı sürücü olmaqla təhlükəsiz sürücü olmaq əksər hallarda üst-üstə düşmür. Videodan da görüldüyü kimi Erin haqlıydı. Erin yaşıl işıqda keçdi. Lakin kinoda məhkəmə Erinin əleyhinə qərar verir. Ümumiyyətlə mən düşünürəm ki, sürücü olmaq istəyən əksər namizəd bir qərar verməlidir. O haqlı sürücü mü olmaq istəyir, yoxsa təhlükəsiz sürücü mü olmaq istəyir? Bu arada təhlükəsiz sürücü olmaq yolda haqqımızı yeyənlərə qarşı sakit dayanmaq deyil. Tam əksinə, balanslı və haqlının emosional və fiziki sağlamlığını qoruyan bir yanaşma ortaya qoymaqdır. Misal üçün, bu video kimi bir halda haqlı sürücü yaşıl işıqdır, mənim yolumdur, keçirəm. Düz deyir. Onun yoludur, haqlıdır. Amma təhlükəsiz sürücü məsələyə belə yanaşmaz. Yaşıl işıq olmasına baxmayaraq, birinci maşın olduğunu nəzərə alar və digər tərəfdən hər hansı bir dəli sürücünün sarıda və ya qırmızı işıqda gəlmədiyini yəqin etdikdən sonra yoluna davam edir. Məncə aşağı yuxarı bildik. Haqlı sürücü nədir, təhlükəsiz sürücü nədir? Sağ olun, özünüzü qoruyun.